bir eləcə də bizləri qiyamət günü Rasul sallallahu aleyhi və səlləmin hovuzu ətrafında cəm edib, onun şərafətli əlindən su alıb içib, heç vaxt susamayan qullarından eləsin. Və Allah Teala'ya həmd olsun ki, bizləri 11 ayın sultanı olan Ramazan ayına yetişdirmişdir. Və o ayın gündüzlərinin orucun və gecələrinin namazın bizim üçün müəssər etmişdir. Və həqiqətən də bu Allah Teala'nın böyük lütfü, kəraməti və minnətidir ki, bizim üzərimizə endirmişdir. Və Allah Teala'ya həmd olsun ki, bu günləri biz bir daha o sevinci yaşadıq ki, Allah Teala, Rasul sallallahu aleyhi ve sellem bizləri o sevinclə müjdələyərək buyurur ki, oruclunun iki sevinci vardır. Birincisi iftarın açdığı zaman, ikincisi isə Rəbbinə qovuşduğu zaman. Və həqiqətən də iftar açmaq böyük bir sevincdir oruclu üçün. Və iftar süfrəsi ən xeyirli süfrələrdən sayılır. Çünki Rasul sallallahu aleyhi və səlləm bir kəsin evində yemək yeyərkən həmin insana belə dua edərdi. Fərqi yoxdur, istər oruc açardı və yaxud da adi belə vaxtlarda oturub yemək yeyəndə dua deyərdi ki, Aftara indakumus saimun, əkələ ta'amukumul abrar və sallat aleykumul mələikə. Evinizdə oruclular iftar açsın. Yaxşı insanlar yeməyinizi yesin və mələklər sizin üçün dua etsin. Biz də yeri gəlmişkən bu duanı qardaş üçün də edək ki, yadımızdan çıxmamışdan Aftara indakumus saimun, əkələ ta'amukumul abrar, sallat aleykumul mələikə. Əgər bundan bir xeyirli məclis olsaydı, Rasul sallallahu aleyhi ve sellem onu deyərdi. Dedi ki, oruclular iftar açsın. Və həqiqətən də böyük bir şeydir. Rasul sallallahu aleyhi ve sellem buyurur ki, kim bir orucluğunu yedizdirərsə, onun savabından əskilmədən o qədər savab qazanır. Yəni bir insan bir orucluğunu yedizdirir, oruç tutan adam onun yeməyindən yediyinə görə o insana onun oruç tutduğu savab qədər savab yazılır. Lakin onun savabından əskilmədən. Yəni oruç tutanın da savabı qalır yerində, iftar verən o qədər savab qazanır. Görün, subhanallah, nə qədər fəzilətli bir ibadətdir. Və beləncə fəzilətlər az əməllə böyük mükafat qazanmaq da yalnız İslam dinindədir. Belə şeylər başqa dinlərdə yoxdur. Və o ki, qaldı ki, ikinci savaba ki, Rəbbi ilə görüşdüyü zaman alacaq, bu barədə Allah Teala qudsi hədisdə belə buyurur. Necə ki, Rasul sallallahu aleyhi və səlləm öz Rəbbindən nəql eləyir. Adəm evladının bütün etdiyi əməllər özü üçündür. Yalnız orucdan başqa. Oruc mənim üçündür və onun savabını da mən verirəm. Allah Teala orucu bütün əməllərdən istisna elədi, fərqləndirdi və xüsusləşdirdi. Alimlər bu barədə bir çox fikir irəli sürmüşlər. Lakin ən məşhuru odur ki, orucda ixlaslı olmaq və ixlası gücləndirmək daha asandır başqa ibadətlərə baxanda. Və yaxud da daha barizdir. Ona görə də Allah Teala quluna oruç tutduğuna görə böyük mükafatlar hazırlayıb qiyamət günü. Elə yetər ki, onlar üçün bir qapı xüsusləşdirib. Necə ki, Rasul sallallahu aleyhi və səlləm buyurur ki, cənnət qapılarından var cihad qapısı, namaz qapısı, zəkat qapısı və biri də oruc qapısıdır. Ona da rəyyan deyilər. Rəyyan yəni bərəkətli, uğurlu, bollu, xeyirli, çoxlu, bu kimi mənalar bildirir. Ona da rəyyan deyilər və belə deyiləcək. Hardadır oruç tutanlar və onlar yalnız bu qapıdan daxil olsunlar. Və beləcə oruç tutanlar o qapıdan daxil olacaqlar. Allah Teala bizləri o kəslərdən eləsin. Oruç tutanlar həmin o rayyan qapısından daxil olacaqlar. Və bu da orucun başqa yöndən bir fəzilətinə dəlalət eləyir. Və bu da orucluların hansı ki o sevinclərindəndir ki, Rəbbinə qovuşduqları zaman alacaqlar. Həmçinin orucun fəziləti barədə Rasul sallallahu aleyhi və səlləm buyurur ki, kim Allah üçün bir gün oruç tutarsa, Allah Teala onun üzün 70 il cəhənnəmdən uzaqlaşdırar. Allah Teala o kəsin üzün 70 il cəhənnəmdən uzaqlaşdırar. Həmçinin Rasul sallallahu aleyhi və səlləm buyurur ki, səhabələr müjdələyərkən sizə müjdələr olsun. Ramazan ayı artıq sizə gəlmişdir. Və bu ayda cənnətin qapıları açılır. Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir.
Görün, nə qədər asanlıq var Ramazan ayında və məhz bundan dolayı bu ayda bağışlanmaq hər bir kəsin üzərinə vacib olan bir haqdır. Hər bir kəsin üzərinə vacib bir haqdır ki, bu ayda bağışlansın. Çünki bu qədər hasanlıq var, bu qədər müvəffəqiyyət var Allah Taala'dan, hansı ki, başqa günlərdə yoxdur bu. Və məhz bundan dolayı da Rasul sallallahu aleyhi və səlləmin yanına Cəbrail aleyhissalam gəlir və deyir ki, o kəs ki, Ramazan ayı daxil olur və çıxır və bu ayda bağışlanmır, o kəsin burnu yerə sürtülsün. Rağmə ənfi rəculin. O kəsin burnu yerə sürtülsün. Başqa rivayətdə gəlir ki, bə'udə rəculin. Bə'udə rəcul. O kəs uzaqlaşsın. Yəni, xeyirdən, bərəkətdən, cənnətdən, məğfirətdən uzaqlaşsın. Niyə görə? Çünki bu cürünə asanlıq gəldi ona. Allahın fərz əməlləri gəldi ola. O insan neynədi? Bu şeyə məhəl qoymadı. Bu şeyə məhəl qoymadı. Ona görə alimlər deyirlər ki, oruc da namaz kimidir. Ola bilsin insanın xeyrini olsun, ola bilsin ziyanını olsun. Ola bilsin insanın lehini olsun, ola bilsin insanın əleyhinə olsun. Necə ki, Quran kimi. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha yerfa'u bihazal Qur'ani aqwaman və yed'u bihi akharin. Həqiqətən də Allah Taala bu kitabla bir çox insanları qaldırır və bu kitabla bir çox insanları aşağı salır. Niyə görə? O insanlar ki, onu oxuyur, onunla əməl edir, Allah Taala onları qaldırır. O insanlar ki, ona məhəl qoymur, onun haramlarına, halallarına o kəsləri zillətə salır, aşağı salır. Necə ki, Ömər bin Xattab radiyallahu anhu bir gün Məkkəyə gəlir. Məkkəyə gəldikdə soruşur Məkkənin valisi barədə. Deyirlər ki, filan kəsdir. Ömər bin Xattab deyir ki, məyər o filan kəs deyilmi ki, o qul idi? Deyirlər ki, bəli. Deyir ki, bəs necə o Məkkənin valisi oldu? Deyirlər ki, ey möminlərin əmri, həmin o kəs Quranı içimizdə ən yaxşı biləndir. Ömər bin Xattab deyir ki, sadaqa Rasulullah sallallahu aleyhi və səlləm. Deyir ki, Rasul sallallahu aleyhi və səlləm necə də doğru demişdir. Həqiqətən də Allah bu kitabla bir çox qövmləri qaldırır və bir çox insanları aşağı salır. Niyə görə? Qurana görə, Qurana sayğı göstərdiyinə görə. Lakin elə insanlar olub ki, adlı, sanlı, şanlı, şöhrətli, Qurana məhəl qoymadığına görə Allah Teala onlar neyinib? Aşağı salıb. Eləcə də Ramazan qardaşlar. Niyə görə əlaqələndirir? Çünki Ramazan özü də Quran ayıdır. Ramazanda da insanlar bağışlanır, bəziləri Ramazana rəayət eləyənlər. Elələri isə Ramazandan necə çıxır? Savabsız olaraq, əksinə zəlil olaraq Allah Teala deyir, onların burnu yerə sürtülsün. Yəni zəlil olsunlar. Və yaxud da uzaq olsunlar, xeyirdən kənar olsunlar. Hətta ola bilsin ki, oruç tutan adam özü Ramazan onun əleyhinə olsun. Hətta oruç tutduğu halda. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, ola bilsin oruç tutana tutduğu orucdan yalnız azlıq və susuzluq qalsın. Ola bilsin namaz qılan insana qıldığı namazdan ayaq üstə durmaq və yorğunçuluq qalsın. Niyə görə? Çünki Ramazana məhəl qoymadı. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, sizlərdən biri orucluyken pis söz danışmasın, səsin qaldırmasın. Birisi onunla dalaşarsa, hətta dalaşarsa, desin ki, mən orucluyam, mən orucluyam. Hətta səninlə dalaşarsa, gələr biri məsələn sənə sataşar, maşını üstüyə sürər və yaxud da gələr sənə vurar. Neyniyər? Sən o kəsə üzərivə düşən budur ki, demək mən orucluyam, mən orucluyam. Əgər Ramazan ayında sənə gəlib sataşan, səninlə savaşana, sənin ixtiyarın yoxdur ki, bir cavab verməyə, bəs yaxşı sən insanlar durduğu yerdə onları təmin etməyə, onların şərəfinə, ləyaqətinə sataşmağa, bəs bu necə? Əlbəttə ki, böyük acınacaqlı bir şeydir. Hələ bu Ramazandan qeyri vaxtlarda haramdır, zülümdür. Əz-zulmü zülmətin yevmil qiyamə. Qiyamət günü zülüm zülmətdir. Əgər bu qeyri vaxtlarda mütləq olaraq belədirsə, bəs yaxşı Ramazan hansı ki haramlar o günlərdə daha da haramlaşır. Haramlar daha da haramlaşır. Hətta bəzi mübah olan şeyləri Allah Teala haram edir o günlərdə. Bəzi mübah olan şeyləri haram edir. Məsələn, mübah olan şeylərdən biri insan özü müdafiə eləməsi. İnsan bəzən səsin qaldırması, əgər zərurət olasın. Lakin Ramazanda haramdır. Ramazanda olmaz, qadağandır. Hətta zərurət olsa belə. Yəni, kimsə gəlib sənin savaşması bu zərurətdir.
Lakin Ramazanda Ramazanın hörməti xatirinə Allah Taala qadağan edib. Qoy Ramazan ehtiram olunsun. Çünki Ramazan Allah Taala'nın dərgahında ən sevimli aylardandır. Niyə görə? Çünki Allah Taala mübarək kitabın bu ayda nazil edib. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudən linnəsi və beyyinatin minəl hudə vəl furqan və mən şəhidə minkumu şəhrə fəlyasum. Ramazan elə bir aydır ki, o ayda insanlara haqqı göstərən, onlara hidayət yolu göstərən və haqqı batildən ayırt edən Quran nazil olmuşdur. Ramazan elə bir aydır ki, o ayda haqqı batildən ayıran və insanlara doğru yolu göstərən Quran-ı Kərim nazil olmuşdur. Və sizlərdən kim bu aya yetişərsə, qoy o ayı oruç tutsun. Ya eyyuhəl-ləzine əmənu kutubə aleykumus siyamu kəmə kutubə aləl-ləzine min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, Ramazan orucu sizdən oruç tutmaq sizdən əvvəlkilərə vacib olduğu kimi sizlərə də vacib olmuşdur. Bəlkə Allahdan qorxasınız. Demək, orucun bir çox qayələri var. Onlardan da biri odur ki, insan təqvası olsun. İnsan Allahdan qorxsun. Nəyə görə? Orucu səbəbilə. Əgər bir insanın orucu o insana təqva gətirmirsə, o insanın orucundan heç bir nəsibi yoxdur. O insana orucundan qalan ac və susuz qalmaqdır. Əgər sənin oruç tutmağın sənin gözünü haramlardan çəkindirmirsə, o orucdan bil ki, sənə fayda yoxdur. Əgər o tutduğun oruc sənin dilinə sahib olmağa sənə yardımcı olmursa, bil ki, o orucdan sənin nəsibin yoxdur. Əgər o tutduğun oruc sənin ayağını haramlara getməkdən, əlini haramlara uzatmaqdan və təkəbbürlü gəzməkdən, insanların namusuna, şərəfinə dil uzatmaqdan alıqoymursa, bil ki, o tutduğun orucdan sənə bir şey yoxdur. Əgər o tutduğun oruc Ramazanda sənin günahlarını azaldıb, itayətini artırmırsa, bu artıq bir işarədir ki, sənin orucun qəbul olmur. Dedi ki, İbn-i Qeyyim rahiməhullah buyurur ki, əgər kim ki həcdən sonra və Ramazandan sonra özündə bir müsbət dəyişiklik görmürsə, yəni salih əməllərinin artmasını və günahlarının azalmasını hiss etmirsə, bilsin ki, bu insan artıq o əməlinin qəbul olmamasına bir işarədir. Əgər kimsə görürsə ki, Ramazandan və yaxud da həcdən və yaxud digər mübarək mövsumlardan sonra bu insanda artım, inkişaf varsa, yəni günahların azaltdı, siqareti tərgizdi, qeybətini azaltdı, meksidə addımların çoxaltdı, gecələri ayağa qalxmağa başladı, gündüzləri nafilə oruç tutmağa başladı, bilsin ki, bu artıq Allah Taala'dan ona bir işarədir ki, sənin elədiyin oruc artıq qəbuldur. Yaxud zilhiccə günlərində etdiyin ibadətlər qəbuldur. Aydındır, bunlar Allah Taala'nın yer üzünə qoyduğu işarələrdir, müjdələrdir qullar üçün. Qoy görüb hiss eləsinlər, müjdələnsinlər və yaxud da özlərini islah eləsinlər. Budur bizim dinimiz. Budur Allah Taala'nın orucu bizim dinimizdə bizə nə üçün vacib etməsinin səbəbləri və qayəsi. Ləalləkum təttəqun. Bəlkə Allahdan qorxasınız, bəlkə təqvalı olasınız. Deyəndə ki, Ramazandır, biraz bəlkə sakit duraq, danışmayaq, nə olsun? Deyirlər ki, Quran-ı Kərim Ramazanda nazil olub və Ramazan özü cəhd tədildən, Quran-ı Kərim içi təhzirlə doludur. Subhanallah, Quran-ı Kərim içi təhzirlə doludur, Fironla, Nəmruddan, fasiqlərdən, asilərdən, daha müsəlman biri-birindən deyil. Əslində, Quran-ı Kərim başdan başa birlikdən, qardaşlıqdan, əfv eləməkdən, keçməkdən, günahların üstünü örtməkdən, bağışlamaqdan danışır. Əgər biz belə önəm veririksə ki, Quranla hərəkət eləyək, gəlin baxaq Quran-ı Kərimə, Quran-ı Kərim bizə nəyi əmr eləyir? وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا Allahın dinindən hamılıqla yapışın. وَلَا تَفَرَّقُوا və parçalanmayın. Allahın dinindən hamılıqla yapışın. Demir bir olun. Deyir ki, Allahın dinindən hamılıq, Allahın ipindən hamılıqla yapışın. Allahın ipi sözünün tərcüməsində və yaxud da təfsirində alimlər cürbəcür fikir əli sürürlər, lakin hamısının mənası səhihdir. Bəziləri deyir Allahın Quranından yapışın. Bəziləri deyir Allahın Rasulundan yapışın. Bəziləri deyir Peyğəmbərin sünnəsindən yapışın. Bəziləri deyir İslam dinindən yapışın. Bir sözlə İslam dinindən hamılıqla yapışın. Yəni Allahın ayinlərindən ki, sizə onları vacib edib, onları bir olaraq yerinə yetirin. Və bir olun, qardaş olun. Və buna da dəlil, elə bizə əmr olunan ibadətlər hamısı cəmaət şəklində bizə əmr olunub. Və yaxud da bir çoxları. Və ən əsasları. Məsələn, namaz qılmaq. وَرْكَعُوا مَعَ الرَّاكِعِينَ
Rukiyə edənlərlə bir yerdə rukiyə edin. Və yaxud da hədislərdə nə qədədirsə, siz məndən yaxşı bilirsiniz, nə qədər cəmaat namazına əmr edən, vacibliyinə dəlalət edən hədislər var. Həmçin Ramazan orucu. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, insanların oruç tutduğu gününüzdür, insanların qurban kəsdiyi gün isə qurban kəsdiyi gününüzdür. Yenə də cəmaata çağırır. İslam dini əslində Quran-ı Kərim bizi cəmaata çağırır. Sumu li ru'yatihi. Deyir ki, ay görəndə oruç tutun. Yəni hamınız cəmiliklə bir yerdə və ay gördüyünüz zaman bayram eləyin. İslam dinində ən əsas amillərdən biridir ki, cəmaat olmaq. Ən əsas amillərdəndir. Məhz Muhammed ibn Abdülvahhab rahiməhullah 6 əsas adlı kitabında birinci gətirir ki, Əl-İxlasu fid-din. Birinci gətirir ki, Əl-İxlas. Yəni ki, tohid, birinci əsas. Sonra gətirir ki, Əl-İctima'u fid-din və dində cəmaat olmaq. Tohid, ardıca dərhal cəmaat olmaq. Çünki, qardaşlar, biz əhl-i-sünnə vəl-cəmaiyyə. Əhl-i-sünnə vəl-cəmaiyyə. Yəni, cəmaat şəklində Peyğəmbər sallallahu aleyhi və səlləmin yolun gedənlər və alimlər deyirlər ki, əhl-i-sünnə qidadır, sanki qidadır, cəmaat isə dəvadır. Və ola bilməz ki, qida dəvasız olsun, dəva da qidasız olsun. Və bəzi insanlar bir cənibə rəayət eləyib, digərinə məhəl qoymurlar. Və yaxud da bəziləri isə əksinə eləyirlər. Lakin hər ikisinə önəm vermək lazımdır. Cəmaatsız sünnə tutarlı deyil, sünnəsiz də cəmaat tutarlı deyil. Ona görə bu ümmət əhl-i sünnə vəl cəma adlanır. Yəni, cəmaat şəklində sünnəni getmək. Niyə görə Allah Teala zalim hökümdara qarşı çıxmağı haram edir? Niyə görə şəriyyətimiz ümumilikdə zalim hökümdara belə qarşı çıxmağı bizə haram edir? Çünki nəyə görə? Burada parçalanma var, cəmaatın pozulması var. Ona görə hər hansı bir şeylə qarşılaşdıqda, görəndə ki, orada cəmaat parçalanma ehtimalı var, cəmaatın qorumaq həmişə önə çəkilir. Cəmaatı qorumaq üstün tutulur. Sözsüz ki, yəni fəqih dəvətçilər, fəqih alimlər belə eləyirlər. Hər yerindən duranlar buna məhəl qoymurlar və yaxud bunun qədrini bilməyənlər və yaxud bu işdə əziyyəti olmayanlar belə şeyə məhəl qoymurlar. Amma əslində cəmaatı qorumaq, cəmaatın qayğısına qalmaq və cəmaatı bir araya almağa çalışmaq bu ən önəmli şeydir bizim dinimizdə. Və Rasul sallallahu aleyhi ve sellem həmişə bizi cəmaat olmağa çağırır. Dedi ki, Allahın əli cəmaatın üzərindədir. Yəni Allahın nəzəri, Allahın qoruması, Allahın yardımı, Allahın köməyi cəmaatın üzərindədir. Nə qədər insanlar cəmaat olarsa, cəmaat şəklində olarsa, o qədər xeyir, bərəkət içində olarlar. Və nə qədər parçalanarlarsa, o qədər də şər içində olarlar. Və o kəslər ki, parçalanmağa səbəb olurlar, o kəslər şərli insanlardır. Hətta bir kəs, iki kəsin arasında parçalanma salırsa, hətta bir kəs özü ilə bir kəsin arasında parçalanma salırsa, iki şər. O insan şərli bir insandır. Dedi ki, Rasul sallallahu aleyhi və səlləm buyurur ki, İmam Əhməd rivayət etdiyi hədisdə, deyir ki, elə biri-birini sevən iki kəs yoxdur ki, sonra onlardan biri bir şey çıxartmış olsun, təzə şey gətirmiş olsun və o gətirdiyi şey də onların arasını parçalasın və o kəs şərli insan olmasın. Sonra bu ki, əl-muhdisu şərrun, əl-muhdisu şərrun, əl-muhdisu şərrun. O təzə şey gətirən şərdir, o parçalanmanı salan, yəni şərdir, o parçalanmanı salan şərdir. Əgər bu iki nəfərin arasında bunu etmək şər adlanırsa, bəs yaxşı bu cəmaatın, toplumun içində bunu etmək nə qədər böyük bir şərdir və nə qədər böyük bir zərərdir. Nə qədər Allah Taala'nın bizə verdiyi bu nemətə, bu əmanətə bir xəyanətdir. Və görürsən, danışanda hər kəs, ümumiyyətlə hər kəs, hər bidətçi danışanda hər şeyi əslin götürür dindən və onu dinə nisbət eləyir və sonra din bayrağı altında və din pərdəsi altında bu şeyi icra eləyir. Necə ki, məsələn, İslam dinində təkfir məsələsi vardır. Kafir görmək var İslam dinində. Və bu da bir fikri mövzudur. Lakin ən çətin, ən incə bir məsələdir və ən təhlükəli bir məsələdir. Görürsən ki, başı çıxmayanlar girişdi bu məsələyə, korladılar.
korladılar, dağıtdılar. Və eləcə də başqa şeylər, cərh eləmək olsun, təbliğ eləmək olsun. Bunlar da çətin bir məsələdir, incə bir məsələdir. Necə ki, fiqdə ən axırda təkfiri keçirlər, hədis fakültəsində də, hədis kitablarında da ən axırda cərhi keçirlər, təbliğini keçirlər. Lakin hər yerindən duran, ona incəliklərinə varmayan, onun dəqiqliklərini bilməyənlər, onun davabitlərindən xəbəri olmayanlar götürdülər, istədilər ki, bunu tətbiq eləsinlər. Gör, nəticə nə olur? Nəticə gəlir cəmaatın parçalanmasına səbəb olur. Nəticə gəlir dəvətin zəiflənməsinə səbəb olur. Nəticə gəlir nəfsə qulluq eləməyə səbəb olur. Ancaq Allah Teala baxanda ki, bizi nəyə çağırır, bizə nəyə vəd verir və biz bundan əgər nəticə alırıqsa, nəfsimizi də ayağımızın altına qoymalıyıq, şəxsi mənafelərimizi də ayağımızın altına qoymalıyıq, öz qürurlarımızı da ayaqlarımızın altına qoymalıyıq. Lakin bizdən Allah nəyi istəyirsə, onu ayaqda tutmalıyıq. Haqqı ayaqda tutmalıyıq. Haqqı qorumağa çalışmalıyıq. Haqqı bərqərar eləməyə çalışmalıyıq. Və beləcə də Allah Teala bizi də müvəffəq eləyəcək. Ya eyyuhəl-ləzinə əmənu intansurullaha yansurkum. Ey iman gətirənlər, əgər siz Allaha kömək edərsiniz, Allah da sizə kömək eləyər. Yəni Allahın dinini yaşayıb yayarsınızsa, Allah Teala da sizə kömək eləyər. Yox, əks halda isə əgər biz nəinki Allahın dininə kömək eləmək, əksinə Allahın dininə zərbə vurarıqsa, Allah Teala bizim öz əlimizlə öz qurduğumuz dəvəti dağıdacaq. Necə ki, artıq bu günləri biz əfsuslar olsun ki, bunun şahidi, bunu yaşayırıq. Bu acılı, nə qədər acı da olsa, nə qədər çətin də olsa, bunu yaşayırıq. Avam insanlar və yaxud da nəfsinə, mənfəətinə, təkəbbürlüyünə qulluq eləyən insanlar bunu bu cürünə dağıdıb parçalayırlar. Neyse, mövzumuzdan uzatdıq biraz. Yeni də qayıdırıq Ramazana. Qardaşlar, Ramazan elə bir aydır ki, Ramazanda elə bir fürsətlər var ki, başqa vaxtlarda yoxdur. Ramazanda Allah Teala bizə 2 cihad verib. Gündüzün oruç tutaraq nəfsimizlə cihad eləmək, gecələrin də namaz qılaraq nəfsimizlə cihad eləmək. Hər ikisi nəfsə ağır gələn şeydir. Lakin hər ikisinə böyük əcr, böyük mükafat vardır. Rasul sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazanı inanaraq və savabını Allahdan umaraq oruç tutarsa cənnətə girər. Kim Ramazanı inanaraq və savabını, daha doğrusu günahları bağışlanar. Kim Ramazanı inanaraq və savabını Allahdan umaraq namazların qılarsa, yəni təravih namazların günahları bağışlanar. Kim inanaraq və savabını Allahdan umaraq qədir gecələrini ihya eləyərsə, keçmiş günahları bağışlanar. Yəni, bizə bu qədər şanslar verilib günahlarımızın bağışlanması üçün. Məsələn, ona görə bağışlanmaq vacibdir hər kəsin haqqında. Üzərinə haqdır ki, bu ayda məhz bağışlansın. Ona görə bu fürsətlərdən yararlanmaq lazımdır. Bu fürsəti dəyərləndirmək lazımdır. Nəfsin tənbəlliyindən, şeytanın şərindən Allaha sığınmaq lazımdır. Allah Teala istərir ki, bizləri bu ayda bütün xeyrə müvəffəq eləsin və necə ki, bizləri bu aya yetişdirib və bu ayı bağışlanaraq bu ayı başa vurmaqda bizlərə yardımcı olsun. Və Allah Teala istərim ki, bu ayda bizlərə xeyirli, salih əməllər nəsib eləsin və bizləri az günah işlədib, çoxlu tövbə edən qullarından eləsin. Allah Teala istərir ki, bizim bu ayda gündüzləri tutduğumuz namazları və gecələri qıldığımız gündüzləri tutduğumuz orucları və gecələri qıldığımız namazları bizdən qəbul eləsin və həqiqətən də Allah Teala böyük lütf və kəramət sahibidir. Allah Teala qardaşın malına bərəkət versin və Allah Teala cəmaatımızı, dəvətimizi hər cür fitnədən və fitnə əhlindən uzaq eləsin. Düzün Allah bilir və axiru dəvanən elhamdülillahi rabbil aləmin və salatu və selamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin. İhlasla.com saytı tərəfindən təqdim olundu.